Azərbaycan Dövlət Pedaqoji Universitetində Hədəf Şirkətlər qrupunun təşkilatçılığı ilə Hədəfdə STEAM 8 beynəlxalq təlim treningi işinə başlayıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində Hədəfdə STEAM 8 beynəlxalq təlim treninginin açılış mərasimi keçirilib. Tədbirdən əvvəl robotexnika və texnoloji layihələrdən ibarət sərgiyə baxış olub. Çıxış edənlər STEM yanaşmasının müasir təhsildə əhəmiyyətini, innovativ metodların tətbiqini və beynəlxalq təcrübənin paylaşılmasını vurğulayıblar. Təlim trening çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə STEM metodunun tətbiqi, robotexnika, süni intellekt və təhsildə yeni yanaşmalar müzakirə olunub. Hədəfdə STEM təlim treninginin digər konferanslardan, seminarlardan əsas fərqi odur ki, burada yalnız nəzəri biliklər verilmir. Yəni müəllimlər birbaşa olaraq dərsdə necə öyrətməyin, dərsi əylənərək necə öyrətməyin, görərək, toxunaraq necə öyrətməyin yolunu elə sinifdə keçirirlər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan mütəxəssislərin qatıldığı layihə yanvarın 27-sində başa çatacaq və iştirakçılara sertifikatlar təqdim ediləcək.